Dəyərli izləyicilər, dəhşətli bir xəbərlə qarşınızdayıq. 30 il əvvəl baş vermiş qətlin üstü açılıb. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Araşdırmalarla məlum olub ki, Cəlilov Şahin Mahmudoğlu və Qafarov Hidayət Şirzadoğlu qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, 10 aprel 1996-cı il tarixində Neftçilər metrosu yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Bayramov Gülməmməd Xanəhmədoğluna müştəri kimi yaxınlaşıblar. Onlar Qaraçuxur qəsəbəsinə gedərkən tamah məqsədi ilə onu avtomobilində iplə boğaraq öldürüblər. Sonra onlar cinayəti gizlətmək məqsədi ilə meyiti Qaraçuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlədərək və zərər çəkmişə məxsus avtomobili hissələrə ayıraraq satıblar. Əldə etdikləri vəsaiti isə aralarında bölüşdürüblər. Şübhəlilər barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilib, istintaq davam etdirilir.